tələbə və sinif yoldaşı var. Onun ad günüsünə hədiyyələr almışdım da. Evdə qalıb tezən taksidən qayıtmışam ki, daha zaten onlarla görüşəcəyik. Yəni götürdüm. Bir sürümlə mən gəldim, çatdım. Padarkasını ver. Götür Ləma. Sənin ad günü hədiyyəndir. Qalmışdı. Lama, bunda mən... Mərva, bu özü çıxartsın da, ürəyim onun padarkası O da. deyir ki, sən çıxar. Yo, qoy özü çıxartsın, ürəyim. Mən atımı koyum. Başka ne var? Ayda şey qaldı evdə, əgər onu sonra verərəm, yürüdüm qalar. Ana. Güzgüsüdür, bu da bilsən nədir? Saçma belə yığarsan. Saçma hörər 2 dənə mama. Belə yığarsan. Bunun şeyləri də var, qalıb evdə. Onun da belə ışığı zadı yanar. Bu da sənin güzgündür. Bu da brulokundur. Məndə niyə yoxdur? Səndə də var da, necə? Biz Səndə yox, yox. brulokdan var idi axı. Hayır, bundan yoxdur. Güzgün. Sənin yekə güzgün var, Barbie. Ad günündə Barbie yekə güzgün. Aa, Siz hazırsınız ikiniz də? Bəli. Tamam. Ay, tutu qıracaq, tutu qıracaq. Çocuklar. Mənim kimi deyir. Deyir mama, sənin kimi forslu gedir orada. Davay, geçin uşaqlar. Hardasınız? Yaman. Merve hanı? Gizlənmə patı oynuyoruz. Bizden paça. Babadan yerimi demə. Ha, yaxşı. Dinəcləmə Merve yuxarıdadır. Merve deyəsən yuxarıdadır. Maraqlı yerdir ancaq bura. Belə balaca olsa da amma sanki elə bir çox qəşəng qurublar bunları. Yəni girişi çıxışı çoxdur. Gəl. Ehtiyatlı ol. Yox. Gəl buraya. Vermir lama. Verəcək. Təklifləmə yapma. İndi düşəcək o da. Show business bir yandan SOS kalması bugünü senden Məndən hündür görsənirsən. Bence o burada olsaydı daha yaxşı olardı. Bu xanımındır. Sebastian. Çok sağ olun. Çok teşekkürler. Mən istəyirəm ki, mənim krasovkam biraz da yekə olsun. Eynən belə
Amma bu tərsini istəyir, əksini istəyir. Məndə də onun ağı var da. Avanca da satmadım. 37 razmer. Səndə neçədir bu? O super. Tez git çıkar onu oradan. Abi yüzüne gel! Emre... Dünənləri mən Olivia'daydım. Oradan bəzi məhsullar var ki, onları almışam. Birazdan istifadə eləmək istəyirəm. Ona görə dedim ki, tez video çəkim. Bu arada saçımı göstərmək istəyirəm. Saçım necə lazımdır, uzanıb da. Yəni bu qədər uzanıb. İndi aldıqlarımı göstərəcəm. Bir dəqiqə. Şampunum bitmişdi və hətta qonşudan belə şampun istədim. Bu firma deyəsən təzə gəlib Olivia'ya. Yəni mən görməmişəm. Beclar şampun 360 nəsə belə bir şampundur. İtaliya istehsalıdır. Saçda rəngin axmağının qarşısını alır. Saçı nəmləndirir, pH dəyəri qoruyur, bərpa edir, yumşaldır, parıltı verir və s. Yəni belə bir şampun aldım. Qiyməti deyəsən 7 manatdır. 450 millidir və belə qablaşması da çox qəşəngdir. Sonra mən kisə üçün ölürəm. Yəni mən həftədə dərimə 2 dəfə kisə vurmalıyam da. Kisə vurmasam mən özümü çox pis hiss edirəm. Ya bəlkə dərimi elə alışdırmışam, ya mənim dərim çox yağlıdır deyə sanki bir tələb edir. Bir insan bir şey istifadə eləyəndə sanki bir öyrəşir. İlk dəfə belə kisələr çoxdan heç yerdə yox idi. Onu ilk mən tapmışdım hətta. Ciddi deyirəm ha. Çünki bir mağaza var bizim evimizin yanında. Biz ki Bigros, başqa filialı bilmirəm harda. Ya ümumiyyətlə Bigros market. Bir başqa yerlərdə görməmişəm. Zabitar Parkın yanındadır əsas oradır. Məncə başqa filialları da yoxdur. Nəysə. Orada harem belə bir qablaşmadaydı və adı harem idi. Eynən belə bir qablaşma və belə bir kisə idi. Qızlar belə hamamda, türk hamamında, xalata bürünmüş formada. Mən onu o kisədən aldım. Əvvəl biz həmişə kisədən istifadə edirdik. Dədə baba kisələri də, parçadan zaten. Bu xüsusi ipəyi nəsə materialı var. Şeydir. Neyse mən onu oradan aldım. 6 manata özdə almışdım. Orada qurtardı, dəli olmuşdum ki, mən onu hardan tapam. İnternetdə yazırdım. O vaxt heç Trendyol yox idi da. Bizdə yəni bəlkə də var idi, Azərbaycanda yox idi amma Trendyol. Sonra şeydir, gördüm yavaş-yavaş çıxır. İndi hər firmalarda var. Sonra belə bir süngər aldım. Pambıq. Sonra Nasketa'da belə bir sponca aldım. Bu firmanı orada çox tərifləyirlər və Cosmogenis Labs. Oradakı qızlar məsəl üçün Cosmogen deyirlər, yəqin qısaldılmış forması, qablaşmasına görə əslində diqqətimi çəkdi. Amma qızlar təriflədilər. Vitamin B3, B5, lavanda ekstratı, arnika, mantana, nədirsə bilmədim. Arındırıcı, köpürən, yüz təmizləyici, zəngin formu ilə yağ dəngələri kullanım sabah və nəysə bunu təriflədilər qızlar ki, yaxşıdır.
Belə, zima gelin məndə La Roche idi, artıq bitmək istədi. Belə, sırqalarım. Mən bütün günü bunları axtarmışam. Rəng boyası aldım, qızlar. Bu firmanı ilk dəfə də görürəm. 5-0 almışam. Argan, keratin, jojoba yağı. Belə, bu rəngi aldım. Bunun içində də 3 dənədir. Başqa da... Bəs çək hardadır? Neçə almışam? Yəni bu qədər şeyə 40 manat pul vermişəm.